mən bir daha Azərbaycan Dil və Kültür Ocağının müdiri heyətinin tərəfindən Aydın Qəzzadə sizdən çox təşəkkür edirik ki, bizə axtarırsınız və dəvətimizi qəbul edirsiniz. Sıra sizdədir, lütfən buyurun. Çox məmnun, hörmətli Leyla xanım və salam arz edirəm bütün ustadlarım və siz əzizlərim hamımızın xidmətinizdə. Böyük ustadımız Aydın Qəzzadenin icazəsi ilə və başqa ustadların icazəsi ilə bugün mən vaxtınızı alacağım və bir-iki kəlmə danışacağım dil haqqında. Bundan öncə icazə versəniz, mən səmimi təşəkkürlərimi bildirim bu Azərbaycan Dil və Kültür Ocağının məsullarının xidmətinə ki, zəhmət çəkirlər hər il və bu mərasimi deməli, ayaqda saxlayanlar çox-çox sağ olsunlar. Sayğılı dostlar, mənim danışığımın ünvanı dil, mənəvi xuşunət və maddi təməldir. Nəzərə belə gəlir ki, Aydın Ümumi buyurduqları kimi, maşallah, hər il bərnamə olur, ustadlar danışırlar, yazılır bu haqda, ana dili haqda və deyilir ki, nə qədər müqəddəsdir ana dili, nə qədər doğrudan mənəvidir, varlıqdır, nə qədər ruhi, spiritual bir varlıqdır və ondan gərək gəlir və hamı gərək gəlir olsun və bu haqlarda danışırıq. Ona zaten mən bugün istəyirdim biraz məsələyə ayrı cəmbədən baxaq, bu dil məsələsinə, daha düzü dilin fəlsəfəsi və sosiolojisi baxımından və onun üçün də elə bu ünvanı pişnahar eləmişdim. Məndən soruşardakı dostlar dedilər ki, istəsən danışasan. Və bu maddi təməl deməli, mənəvi xuşunət və dilin özü, dilin əsası fəlsəfi baxımından bu hardan gəlir, kökə hardadır və həmçinin sosiolojik baxımından. Bura getmək üçün gərək gedək bildiyiniz kimi Karl Marx'a və Marx'a getmədən öncə də mən bir təsəvvür verim ki, bizim Azərbaycan kommunisində və elə deməli ocaqlarımızda, bütün dünyada və hətta içəridə də bu günlər hərdən bir bəzi müşahidələr olur ki, buna deyirlər anti-intellektualizm, yəni bilgi yazada qarşı filanında, hər şey Marx'dan uzaqdan danışanda belə bir təsəvvür olunur ki, bu ya bəli bunlarla hizb-i tudələr dirayələr, İstanbul dirayə filan. İstəyirəm burada aydınlaşanlar ki, bu Marx məsələsi, o tür ki, ustadlarımız bilirlər, bir akademik Marxizm vardır ki, fəlsəfə sahəsində, ictimai bilimlər sahəsində, ilm insani sahəsində bunların hamısına bu təsir buraxmış. Və dil sahəsi də ondan onu fərqlidir. Əgər deyil, elmi baxımından, akademik baxımından istəyək bu kişilərin biraz dilinə gedək, görəsən dilə necə baxırlar, akademik mərkəzlərdə və bu dil haradan gəlir, hara gedir, o təhəvvülata və elə də dilin öz roluna qozmalı bir siyasi bir varlıq, gərək Marx'dan elə başlayaq. Marx'dan başlamaq onun üçün mühümdür ki, Marx'dan qabaq, deməli, bütün fəlsəfə ta ki gəlir yetişir Hegel'ə da. Hegel'də öz ən uca, yüksək deməli, təmsilini alır Alman fəlsəfəsində. Dilə bir başqa cür baxış var idi. Elə də elə düşüncənin özünə. Marx gəldi və Hegel'i və elə o cürlükcə də özündən qabaq ki, fəlsəfə sünnətini bütün bəzi qismətlərini sual altına çəkdi, bəzi qismətlərini də elə biraz lərziyə saldı. Ona cəhət də elə bugün elm ocaqlarında da Marx tədris olunur. Yəni bu məmləkətlər özləri ki, məsələn, sərmayədarı məmləkətində elə siz sosioloji istəyəsiniz, oxuyasınız, fəlsəfə oxuyasınız, ilm insanı oxuyasınız, hətta ədəbi teori oxuyasınız, gərək Marx'ın o basiclərini biləsiniz və burada tədris edəcək universitetdə. İndi Marx'ın dil fəlsəfəsinə gəldikdə, yəni deməli, bu mühümdür ki, bunu biz bilək. Əgər, məsələn, istəyirik ciddi halda yanaşaq bu məsələlərlə. Marx'ın baxışında kullən
temel altı məsələlər var və temel üstü fenomenlər vardır. Maddi temel var, iqtisadi temel var və o iqtisadi temeldən, iqtisadi bünövrədən əmələ gələn başqa varlıqlar, kültürel, söyləmsel, dilsel varlıqlar vardır. Və dil özü də orada yer tapır. Yəni o superstructure-ın bir qisməti olunur. Eyni halda ki, Marx'ın özünə görə dil deməli praktikin əməlin nəticəsidir və həmçinin bir biyolojik məqulədir bir qismətdə. Çünki biləxərə beynin bir prosesində də bunun dəxaləti var ki, sonralar elə bu Çamsky da onu təyin eləmiş. Müntaha, Marx'ın bir sözü var ki, ən son təhlildə, final analysisdə elə dil gedir, o söyləmsel məqulələrə qarışır ki, təməl altı dərlər, bunlar təməl üstüdürlər. Bu nə deməkdir? Bu o deməkdir ki, dil və dildən yaradılan məhsullar həməşə o maddi təməldən sonra gəlirlər. Yəni, ikinci rolları vardır camiələrdə. Bunu deyirəm, ona görə ki, sonra gələcəyəm və bu baxışa tənqidçat da ki, olubdur, ya artırılıbdır, onlardan da danışacaq. Bunu ən sadə şəkildə baxsaq, belə olur ki, Marx və sünnəti Marksizm deyir ki, fərz edin, siz indi elə bir meşəlikdə, bir cəmiyyədə, bir cəzirədə məsələn avahəsiz sərgərdansınız, başqa insanlar orada yoxdur. Sizin əslən dilə ehtiyacı olmayacaq. Yəni, diliz olmaya, siz yaşaya bilərsiniz, survive edə bilərsiniz. Kültür olmalı, yaşaya bilərsiniz, məsələn, məzhəb olmalı, yaşaya bilərsiniz. Ancaq o maddi təməl olmasa, məsələn, qəza olmasa, öz canınızdan mühafizət eləmək imkanlarınız olmasa, təbii ki, yaşaya bilməzsiniz. Yaşamaq yəni qeyri-mümkündür. Başqa deyişlər, aclıq, adam aclıqla mübarizə edib, diri qala bilməz, əgər qəza olmasa, iqtisadiyyat olmasa, bəli, dil olmasa, məzhəb olmasa, ideoloji olmasa, kültür olmasa, musiqi olmasa, o cür şəraitdə diri qalmaq da olur və yaşamaq da olur. Ona cəhət Marx və Marksizm, sünnəti Marksizm cəhdi bunları qoydu o təməl altı məqulələrin yerində ki, iqtisadiyyatdır və yerin özüdür, yəni yerin özü sirvətləri ki, insanın deməli varlığı və bədəni də onun bir parçasıdır, maddi bir varlıqdır Marksizmə görə də. Çünki dəxərə elmi baxımından da deyirlər 80% sudur bədənin və yəni maddi bir varlıqdır. Hələ indi işimiz yox, sonra gəlir bir dialektikal rabitəyə keçir, deməli söyləmsəl varlıqlarla, məsələn, dillə, siyasətlə, məzhəblə, kültürlə, ideoloji ilə və başqa bir məsirlərə düşür. Hər halda, indi Marx'a görə dil özü bir təmrindir, bir əməldir, praktisdir. Müntaha, o zamanacan ki, siz bunu müstəqil rabitədə saxlaya bilirsiniz maddi təhəvvülatla, məsələn, iqtisadi məsələlərlə, məsələn, iş məsələsi ilə, zəhmət məsələsi ilə eləyə bilərsiniz ki, dünyada və təbiətdə nə geçir, elə bu dilin vasitəsilə ağahlığınız olar, başa düşə bilərsiniz, yəni, məsələn, dünyanın bu təhəvvülatı, gedişatı hansı məsirdədir. O zamanadan ki, o maddi təməli gözdən itirməmişsiniz. Amma çünki bilirik ki, camiələr, o cürdə, kültürlər həməşə axımlıdırlar, yaldılar, təriflərin içindədirlər. Marx deyir ki, görürsünüz, məsələn, fəlsəfə birdən gəlir, bu dili elə bəzəyir, izahlar izafə edir, konseptlər gətirir, lüğətlər gətirir, anlamlar gətirir. Bir mərhəliyə çıxadırlar ki, biz o maddi rabitəni itiririk. Və burada deməli o təməlüstü, söyləmsəl, diskursiv ünsürlər və elementlər gəlir, üstünlük tapır hərdən o əsli məsələlər. Və bunlar da buna deyirlər false consciousness, yəni bir deməli yanlış aydınlıq ya ağahlıq, yəni ayıqlıq. Deməli, yanlış ayıqlıq o zaman əvvəli ki, siz o rabitəni itirirsiniz ki, maddi həyatın, məsələn, insanın həyatı ilə nə rabitəsi vardır, burada məsələn, kim mənfəət aparır, kim istemara məruz qalır və s. və s. Və Marx'a görə məsələn, fəlsəfə gəlir, bu işi görür, Alman fəlsəfəsi birdən Marx'ın özündən qabaq Hegelin
fəlsəfəsi, bunlar biləxərə gəldilər, dili bir mərhələyə yetişdilər və siz onun müstəqim halda o maddi rabitələri görə bilməlisiniz. Və ya məsələn, sonra gəlir ideolojini yaradır, sayınları, əlamətləri, simvolları yaradır, fərz edin məzhəb yaradır və məzhəbin özünün böyük bir rolu vardır ki, biz o müstəqim maddi rabitələri, istismar məsələsinin zadını açıq və aydın şəkildə görə bilmirik. Yəni, sizin gözünün qabağına bir pərdə çəkir. Ümumi halda, o sünnəti marksizmin dilə baxışı budur və ona görə mən bunu işarə edim və bu payə təməldir ki, dediyim kimi, bugün elə akademik disiplinlərdə də oradan başlayırlar bu məsələni. Bu bir yeni baxışıdır ki, Marks gəldi bu dil məsələsinə və kültür məsələsinə və elə də ideoloji məsələsinə. Marksdan da bu baxış yoxdur ki, siz bunu ikiyə böləsiniz. Deyəsiniz, bir təməl altı o zirbənai məsələlər vardır ki, şamil olur insanın öz bədəninə və təbiətə və təməlüstü məqulələr vardır ki, şamil olur dilə, kültürə, ideolojiya, məsələn, söyləmə. Ona cəhət o bir, deməli, bir görüş nöqtəsidir, Marksın dilə baxışı buradan. İndi Marksdan sonra müxtəlif alimlər bu məsələni ələ almışlar və öz başardıqları qədər bunu təhlil eləmişlər ki, buradan hara gedirik, aya Marks düzdür ya düzdür. Bu həftə baxmayaraq ki, indi biləxərə poststructuralizm gəlibdir, postmodernizm gəlibdir, hələ gələ də ciddi halda Marksın o orijinal müşahidəsi soru-sual altına gedə bilməmiş. Elə bu cür danışıqlarda həm onu tədris edirlər, həm də bu yeni baxışlar da tədris olunur onun yanında. Və ciddi halda heç kim durub deyə bilmir ki, o maddi təməl ki, Marks müşahidə eləmişdir, yox daha o önəmini əldən vermişdir və hətta elə bu linguistik aləmindəki bu Noam Chomsky və başqaları yeni nəzəriyyələr zətlər gətirmişlər, onlar da heç %100 ondan ayrıla bilməmişlər ki, indi söhbətimin idaməsində onlara da bir işarələr eləyəcəyəm. Deməli, ikinci əsas xidmət bu ərsədə contribution ya başqa bir baxış İtalyalı filosof və mütəfəkkir Antonio Gramsci'dən gəlir. Gramsci deməli, 2-ci Dünya Savaşının əvvəllərinə qədər 1937-lərdə zatsa dünyasını dəyişdi. Bunun özünün riştəsi elə dilçilik və dilidir, linguistiksidir, danışqaqaya oxumuşdur. Və özü də elə bizim kimi, məsələn, biz Azərbaycanlılar, İran Türkləri kimi, nə ki bu dil əsaslı zülmə məruz qalmışdır, əvvəldən bu dil məsələsində çox həssas imiş. Bunlar o İtalyanın deməli cənubi qismətindəki Sardiniya deyərlər. Bu orada anadan olur və o zaman bunların dili, yəni bütün İtalyanın demək olar, o 1800-lərin sonlarına qədər İtaliyada bir rəsmi dil yox olmuş. Hərə bir cür dil danışılmış. Bu ki, bu deyirlər, indi İtaliyana məruf oldu, Florens dilindər var. O 20-ci əsrdə zatda yavaş-yavaş hələ gəlir yerinə düşür ki, bu İtaliyada bir rəsmi dil lazım, milli dil lazımdır filan, çox bir mübahisələrdir. Və bu Gramsci bu mübahisələrin ortasındadır. Bu da böyük kontribütlər edirdi bu dil məsələsinə və İttifaqın özü də elə bir 20-ci əsr böyük marksistlərindən biridir Gramsci. İndi Gramsci'ni də üniversitədə tədris edirlər və onun da baxışlarını tədris edirlər. Bir neçə illətə görə ki, elə bugünkü bizim Azərbaycan məsələlərində də bunun çox rəbti vardır. Mən fəqət bir-iki dənə misalına bunu çalışacağım ki, aydınlıq gətirəm. Gramsci gəldi qramerə yenidən baxdı, dilin qramerinə. Bu dedi ki, bir təbii qramer var. Buna dedi ki, spontaneous qramer. Bir də dedi ki, normlaşdırılan qramer, normativ qramer var. İki cürə qramerdən adam var. İndi təbii qramer nədir? Təbii qramer həmandır ki, bugün Noam Chomsky da ona deyir, universal qramer. Yəni, bütün cəhanşürün bu bir dil var və qramer var və Noam Chomsky'yə görə bu qramer insanın zehnindən, beyinin prosesindən çıxır. Yəni, təqribən bir psikolojik və biolojik buna müh gətirib veribdir Chomsky.
Və qramçı o zaman bu məsələyə yetişmişdi. İndi bu təbii qramer nədir? Bunun biraz dərki çox çətindir. Elə Çamız gözündə bir-iki kitabsatda yazıb, yenə də başa düşməsi çətindir. Və mən bir-iki dənə misal verəcəyim ki, bəlkə aydınlaşdı. Mən özüm bir gün mütəvəccüh oldum, burada yoxuşlarla dərs verirəm. Gördüm, İranlı öğrencilərdən biri klasda bu danışır eləyəndə, o esinə başına sözlər gələndə, bunun yanında bir ən qoyur. Məsələn, birdən bir xanım odur, görür, düz klasda danışanda durur, deyir ki, I went to any school yesterday. Bilir ki, gələn o